Əhməd Cavadın Şiir var. 1914-də şeiri Tabii. və Üzeyir Hacıbəylinin ev muzeyində onun əl yazmasıyla Evet. notaları var. 1918-də Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Azərbaycan türklərini erməni və erməni daşlaqlarından, işte bolşeviklərdən kurtarması sonucu Əhməd Cavadla zaten biliyorsunuz mütəfəkkir insanlar bunlar, arkadaş olmuşlar, çox yaxın dost olmuşlar. 14-cü ildə Əhməd Cavadın yazdığı sözlərə 18-də Qafqaz İslam Ordusunun girişi ilə bəstəliyor. Üzeyir Hacıbəyli Çırpınırdın Qaradənizi. Ve bu türkünün yeniden doğuşu da Azer'in Hanım sayesinde oldu. Çünkü Ya Türkiye'den estağfurullah yani bir Maşallah. siyasi arka planı olmadan türküyü gerçek anlamıyla çıkıp okuduktan sonra aslında geniş kitlelere yayılmasına da sebep oldu. yəni mənim qayəm əslində burada şeydir. Yəni həm söz yazarı, yəni Allah rəhmət eləsin Əhməd Cavad, Mehmet Akif Ersoy nasıl Türkiyənin istiqlal şairidirsə, Əhməd Cavad da Azərbaycanda istiqlal şairimizdir. Bizim himnimizin şairidir, söz yazarıdır. Öyləcə də Üzeyir Hacıbəyli Türk İslam coğrafiyasında ilk opera bəstələyən, operet bəstələyən çox böyük bir bəstəkar və fəlsəfəçidir. Yəni ədibdir. Yəni onun zaten alanını sadəcə bəstəkarlıqla yekunlaşdırmaq olmaz. Mənim istəyim sadəcə hər yerdə işte anonim yazılır, başqa millətlərin adına çıxılır. Öyle olmasın. Allah rəhmət eləsin, dünyaların dəyişmişlər, amma haqq yerini tapsın və bu insanların adları hər yerdə keçsin deyə qayə göstərdim. Şükürlər olsun Allaha. Bugün də o istəyimizə şükürlər olsun çatmışıq. Ne güzel. Artıq heç kimsəni vurmur amma. Ha, öyle değil tam olarak. Vurmur. Hatta ben size şöyle diyeyim. Mesela Türkiye'de öyle bir lətifəsi varsa, Sovet döneminde de işte Çırpınırdın Qaradəniz kimi əsərləri qələmə alan şairlər, məsələn Əhməd Cavad 1937-ci ildə türk olduğu üçün Stalin dönemində kurşuna dizilən bir şairdir. Öyləcə də onun yəni simasında Hüseyin Cavidlərimiz var, Mikail Müşmiqlərimiz var. Yəni Çırpınırdın Qaradəniz kimi əsərlərin, Allahu Əkbər kimi, çünki Əhməd Cavadın bir çox şeirləri var. Türkün bayrağına, Zəfər marşı, bir çox yəni. Bu şeirlərdən dolayı 37-ci ildə bu mütəfəkkirlər dillərinə türkülüklərini gətirildiklərindən dolayı kurşuna dizilən, repressiya görən, Sibiriyaya yollanan, ailələri tamamilə yer üzündən silinən ədiblər, mütəfəkkirlərdir. Yəni o dövrdə Çırpınırdın Qaradənizə görə insanları öyle öldürürdülər yəni.